Keşikçi Dağ Tarix Mədəniyyət Qoruğunun ərazisində arxeoloji qazıntı aparılır. Mühüm nəticələr də var. Bu prosesdə tələbələr də iştirak edir. Bu barədə birbaşa bağlantıda əməkdaşımız Alməmməd Nəbiyev məlumat verəcək bizə. Alməmməd, eşidirik sizi, buyurun. Bəli, sizin də qeyd etdiyiniz kimi biz hazırda ASTV xəbər komandası olaraq Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisindəyik. Daha dəqiq desək, Keşikçi Dağ Kurqanlar Vadisindəyik. Qeyd edim ki, Keşikçi Dağ Kurqanlar Vadisinin yerləşdiyi Ceyrançöl ərazisi qədim zamanlardan böyük İpək yolunun üzərində yerləşmiş. Bu da uçsuz-bucaqsız Ceyrançöldə arxeoloji abidələrin mövcudluğuna, eləcə də kurqanların qurulmasına gətirib çıxarmışdır. Onu da qeyd edim ki, Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğunun iş planına uyğun olaraq bugün burada elmi arxeoloji qazıntı işləri aparılır. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun bir qrup tanınmış alimlərdən ibarət heyət elmi ekspedisiya hazırda bizim olduğumuz ərazidə Keşikçi Dağ Kurqanlar Vadisində elmi qazıntı işləri həyata keçirirlər. Operatorumuz Elmar Qasımovdan xahiş edirəm, ətraf əraziləri, o cümlədən kurqanlarda, arxeoloji abidələrdə aparılan işləri sizə və tamaşaçılarımıza təqdim eləsin. Bəli, görüntülərdə də gördüyünüz kimi tanınmış arxeolog alimlərdən, tanınmış tarixçilərdən ibarət elmi ekspedisiya hazırda bölgənin ən qədim abidələrindən biri olan Yovşanlı Təpə kurqanlarında elmi arxeoloji qazıntı işləri həyata keçirirlər. Onu da qeyd edim ki, alimlər tərəfindən aparılan elmi arxeoloji qazıntılar nəticəsində məhz burada Yovşanlı Təpə kurqanlarında 7 saylı bu kurqanda aşkar edilmiş Orta Tunç dövrü mədəniyyətinə aid edilən çoxlu sayda zəngin maddi mədəniyyət nümunələri əldə olunmuşdur. Onu da bir daha sizin və tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm ki, burada, bu ərazidə, Kurqanlar Vadisində aparılan elmi arxeoloji qazıntılar Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğunun layihəsi olan Keşikçi Dağ Kurqanlar Vadisi Yay Məktəbi 5 layihəsi çərçivəsində həyata keçirilir. Bizim hələlik Ağstafadan, Keşikçi Dağ Kurqanlar Vadisindən çatdıracaqlarımız bu qədər. Söz yenidən sizdə. Təşəkkür edirik sizə ətraflı məlumat üçün, biz də davam edirik.